Təbib rəhbəri bəzi tibb müəssisələrində əlavə ödəniş tələbinin qarşısını almaq üçün tapşırıq verib. Bəzi müəssisələrdə əlavə ödənişlərin tələb olunması, tibbi sərfin vətəndaşa aldırılması, imtiyazlı şəxslərə dərman təminatının qanunvericiliyə uyğun təşkil edilməməsi və sair kimi hallar yol verilməzdir. Bu fikirlər təbibin icraçı direktoru Vüqar Qurbanovun rəhbərliyi ilə ilin yekunlarına və növbəti il üçün qarşıya qoyulan hədəflərə dair keçirilən müşavirədə səsləndirilib. Müşavirədə eyni zamanda tibb müəssisələrində xidmətin təşkilində mövcud çətinliklər, idarə etmə və maliyyə proseslərində rast gəlinən nöqsanlar, həmçinin neqativ hallarla bağlı xəbərdarlıqlar diqqətə çatdırılıb. Bununla yanaşı aparılan yoxlamalarda ayrı-ayrı tibb müəssisələrində sterilizasiya, infeksiya nəzarət və keyfiyyət standartlarının tələblərinə tam əməl olunmaması ilə bağlı müşahidələrin qeydə alındığı bildirilib. Vüqar Qurbanov məsul şəxslərə nəzarətin gücləndirilməsi və aşkarlanan çatışmazlıqların aradan qaldırılması ilə bağlı tapşırıqlar verib. Təbib rəhbəri həmçinin bildirib ki, icbari tibbi sığortanın yaratdığı imkanlardan maksimum istifadə edilməli, səhiyyə xidmətlərinin keyfiyyət və əlçatanlığı bütün regionlarda artırılmalıdır. Eyni zamanda göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin gücləndirilməsi, düzgün tibbi qeydiyyatın aparılması və elektron sistemlərdən istifadənin maksimum səviyyəyə çatdırılmasının vacibliyi diqqətə çatdırılıb. Çıxışda həmçinin tibbi xidmətlərin keyfiyyətinin təmin olunması üçün klinik protokollara, təbibin təlimat və qaydalarına, eləcə də mövcud qanunvericiliyin tələblərinə ciddi əməl edilməsinin vacibliyi vurğulanıb. Təcil tibbi yardım şöbələrinin hazırlıq səviyyəsi, reanimasiya çarpayılarının çatışmazlığı, ana və uşaq sağlamlığı sahəsində mövcud problemlər də diqqətə çatdırılıb.